Salam. Premium Akademiyadan keçirilən növbəti sınavın riyaziyyat üzrə izahını veririk. Birinci sual. Üstürağın daxili bucaqları 2-3-7 nisbətindədir. Üstürağın bucaqlarının cəmi 180 dərəcədir. 2K, 3K, 7K, 180 isə 12K, 180 K bərabərdir 15 dərəcə olacaq. Ən kiçik bucaq 2 vurulsun 15, 30 dərəcədir. D variantı doğru cavabdır. İkinci sual. X müsbət və Y mənfi olarsa aşağıdakılardan hansının qiyməti ən kiçikdir? Və Y mənfidir. Mənfi ədəd hər hansı çıxılsın müsbət ədəd. Hər ikisi mənfi olduğundan ən kiçik ədəd bu olacaq. C variantda. Növbəti ifadənin çoxhəllisini standart şəklə gətirin. Demək, bu mötərizənin qarşısı müsbətdir və açılışı birinci mötərizə, ən daxili mötərizə. 4x kvadrat çıx y kvadrat üstəgəl 5y kvadrat çıx 6x kvadratı kimi açılacaq. Digər mötərizənin qarşısı mənfidir. Burada alınan ifadəmiz 4y kvadrat çıxılsın 2x kvadrat olacaq. Və biz bu ikinci mötərizəni açsaq, onda 3x kvadrat çıxılsın 4y kvadrat plus 2x kvadratına çevriləcək. Bunun qarşısı mənfi olduğuna görə. Bu nəticəmiz isə 5x kvadrat çıx 4y kvadratıdır. Bu ifadənin də qarşısı mənfi olduğundan son 2x kvadrat çıx 5x kvadrat plus 4y kvadratı olacaq. 4y kvadratı çıxılsın 3x kvadratı doğru cavabda açılışdır. B variantı. Növbəti sual əbobun tapılması sualı. Əbob abi 48 isə 4, 2, 12, 6, 2, 3, 3, 1 və 84 ilə bu əbobunu tapacağıq. 84'ü də sadə vurğulara ayırsaq 42, 21, 7 olacaqdır. Və görürük ki, ortaq sadə vurğular 2, 2 və 3-dən ibarətdir. 2 vur 2 vur 3, 12 olacaqdır. C variantı doğru cavabdır. Növbəti sualımız deməli, toxunan və kəsən arasındakı münasibətlərdəndir. Bilirik ki, buranı x ilə işarə eləsək, x plus 24 vurulsun 24 bərabərdir 36'nın kvadratı, toxunan kvadratı olacaqdır. Buradan x plus 24, 36'nın kvadratını 24'ə bölsək, 54 olacaqdır. X bərabərdir 54 çıx 24, 30'a bərabərdir bizim DC parçamızın uzunluğu. A variantı doğru cavabdır. Növbəti sual. Üçbucağın tərəfləri nisbəti ola bilməz. Üçbucaq bərabərsizliyindən bilirik ki, iki tərəfin cəmi üçüncü tərəfdən böyük olmalıdır və A variantı ödəmir. 1 plus 2 üçüncü tərəfə bərabərdir, olmaz. A variantı doğru variantdır. Üçbucağın uzunluğu ola bilməz. Növbəti sual. Aşağıdakı ifadələrdən hansı bu içərisinin vurğularından biri deyil? Vurğulara ayırsaq bərabərdir. A kvadratı çıx 1 şəklində açılır. A kvadratı A çıxılsın 1, A plus 1.
Demək, vurgulardan biri deyil. Var, açıq bir var, A kvadrat çıx bir var. A variantı doğru cavabdır. Bu vurgu ola bilməz. Növbəti sual. A çoxluğu B çoxluğunun alt çoxluğudur. Təsəvvür eləyək, bu B çoxluğu olsun, A çoxluğu onun daxilində yerləşsin, alt çoxluğu olsun. C çoxluğu yalnız B çoxluğu ilə kəsişir. Bu üç çoxluqda yalnız iki çoxluğa aid olan hissələri göstərir. Yalnız iki çoxluğa aid olan hissələr budur. A çoxluğu bütöv və B ilə C-nin kəsişməsi. A variantı doğru variantdır. Növbəti sualımız. Dokuzuncu sual. Ədədin standart şəkildə yazılışı. 15.000 ədədi standart şəkildə yazsa 1,5 vurulsun 10 üstü 4 şəklində yazıla bilər. Qiymətli hissə ilə tərtibin əsli 1,5 qiymətli hissədir, tərtib 4'dür. Cavab 6'ya bərabər olacaq. Y variantı da olacaq. İki paralel düz xəttin kəsənlə əmələ gətirdiyi. İki paralel düz xəttin kəsənlə əmələ gətirdiyi. Bütün iti bucaqların cəmi. Neçə iti bucaq var? 1, 2, 3, 4 iti bucaq var. Və bütün iti bucaqların cəmi 180 olarsa, 4x 180 olarsa, x bərabər 45 dərəcə olmuş olar. Kəsişmədən alınan kör bucağı tapın. Kör bucaq 180 çıx 45, 135 dərəcə olacaqdır. B variantı olacaq. Uzunluğu 36 pi olan çevrənin radiusunu tapın. Çevrənin uzunluğu 2 pi r düsturu ilə hesablanır. Bərabərdir 36 pi. R bərabərdir 36 pi-ni 2 pi-yə bölsək 18 olacaqdır D variantı. Növbəti sualımız kəsirlərin hesablaması. Bu tip kəsirlərin hesablamasının ümumi qaydası təkrar olunmayan ədədlərin hasili, digər bütün vurgular təkrar olunur. 2 və 8'dir. Surətdə isə kəsirlərimizin sayı vurulsun surət. 6 vur 1. 6. İxtisar eləsək 8'də 3 almış oluruq B variantı. Növbəti sual. İfadənin qiyməti sıfıra hansı zaman olar? 13-cü sual. Kəsirin qiyməti nə vaxt sıfır olur? Surət sıfır olduqda, məxrəc isə sıfırdan fərqli olduqda. 12 sıfır olmalıdır, x bərabərdir. 12'ni 4'ə bölsək 3 alırıq. D variantı doğru cavabdır. Demək, düz bucaqlı 3 bucaq var. BAC bucağı 30 dərəcədir. Tənböləndir. Düz bucaqlı 3 bucaqdır. Əgər bura 30 dərəcədirsə, digər bucaq 60 dərəcədir. Tənbölən onu 30 və 30 dərəcəli iki bucağa ayırır. Ondan sonra verilmiş tərəf var. AD, BD tərəflərinin cəmini axtarırıq. Deməli, bu bərabər yanlı 3 bucaqdır. Buradan hündürlük çəksək, bura 6 kök 3 olmuş olacaq. Yarısı bərabər bölünür. 30 dərəcəli bucaq qarşısında duran betonumuzun yarısı da x böl 2. Deməli, x kvadratı çıxılsın. X böl 2'nin kvadratı bərabər 6 kök 3'ün kvadratı olacaqdır.
4'te 3x kvadrat bərabər 36 vur 3 108'di məncə. X 144, x isə 12 olacaqdır. Bizdən soruşulur. AD plus DB. Onlar bərabərdir. Bizə 2x lazımdır. 24 santimetr. B variantı doğru cavab. Çevrə xəricindəki nöqtədən çevrəyə qədər ən uzaq məsafə çevrənin mərkəzindən keçən digər tərəfə toxunan parça olacaq. Ən uzaq məsafə, ən yaxın məsafə isə 4'dür. 4, buranı 2R eləsək bu diametrdir. Demək 2R plus 4 18 olacaq. 18, 2R 14, R 7 santimetrdir. Çevrənin radiusunu tapın. A variantı doğru variant. Sinifdəki şagirdlərin A faizi oğlanlar və plus 20 faizi qızlardır. Sinifdəki şagirdlər 100 faizdir. A faiz plus A plus 20 faiz 100 faizdir. 2A plus 20 100'dür. A bərabərdir 40 faizdir. Sinifdəki oğlanlar 40 faizdir, qızlar 60 faizdir. Soruşulur. Qızlar oğlanlardan neçə faiz çoxdur? Deməli, əgər bu 100 faiz olmuş olsa, bunu tapa bilərik. X bərabərdir 150 faizdir. Deməli, 150 faizdən 100 faizi çıxsa, 50 faiz çoxdur. C variantı. Digər sualımız kvadratik ifadənin ən kiçik qiymətinin tapılması. Tamam. Demək, x kvadrat plus 8x plus ifadəsinin ən kiçik qiymətini tap. Deməli, burada n tapa bilərik. Ən rahat variantı isə x kvadratı plus 8x 2ab variantında. Deməli, 4'dür. Üstə gəl 4'ün kvadratı 16. Üstə gəl 64'ü parçalasaq 48'dir. Bu hissə x plus 4'ün kvadratı da plus 48. Bu ifadənin ən kiçik qiyməti 0'dır. Plus 48. İfadənin ən kiçik qiyməti 48. B variantı doğru cavabdır. Alfa tam ədəd, delta isə natural ədəddir. Tam və natural ədədin cəmi tam ədəddir, fərqi tam ədəddir, qüvvəti tam ədəddir, hasili tam ədəddir. Onun nisbəti isə tam ədəd olmaya bilər. D variantı doğrudur. Növbəti sualımız. Katetləri 12-16 olan düzcaqlı sual. Xaricinə çəkilmiş çevrənin radiusunu tapın. Biz bilirik ki, xaricə çəkilmiş çevrənin radiusu hipotenuzun yarısına bərabərdir. Bu düzbucaqlı üçgən hipotenuzunu tapaq. 12 və 16. Bilirik ki, Pifagor ədədlərinə görə 3 vur 4 buradır, 4 vur 4 buradır, 5 vur 4 də bura olmalıdır. Hipotenuz 20'dir. R bərabərdir, C bölünsün 2, 10 santimetr olacaq həmin çevrənin radiusu. D variantı. Uyğun tərəfləri perpendikulyar olan iki bucaqlardır. Uyğun tərəfləri perpendikulyar olan iki bucaqlarsa, deməli bu bucaqlar bərabərdir. Təsəvvür eləyək ki, buna perpendikulyar çəkirəm və buna perpendikulyar çəkirəm. Alfa və beta hər ikisi
bir-birinə bərabərdir, əgər iki bucaqlarsa. Cəmi 180 dərəcə olardı, əgər biri körbucaq olmuş olsaydı. Deməli, bu bucaqların perpendikulyar olmayan tərəfləri arasındakı iki bucağı tapın. Perpendikulyar olmayan tərəflər arasındakı iki bucaq da alfaya bərabər olarsa betanı tapın. Biz bilirik ki, alfa və perpendikulyar. Demək, alfa bərabərdir. 2 alfa 90 dərəcədir, alfa bərabərdir 45 dərəcədir və alfa betaya bərabərdir. Beta 45 dərəcədir cəmənə. Eyni qövsə söykənən daxilə çəkilmiş bucaq ilə mərkəzi bucaq arasındakı bucaqların cəmi 21. Deməli, eyni qövsə söykənən mərkəzi bucaq, həmin qövsə söykənən daxilə çəkilmiş bucaq. Alfa-dırsa bura 2 alfadır. Həmin bucaqların cəmi 120 dərəcədir. 2 alfa plus alfa 120-dirsə, alfa bərabərdir 40 dərəcə olacaq. Daxilə çəkilmiş bucaq 40 dərəcədir. Növbəti sual. Müxtəlif tərəfli üç bucağın böyük bucağının dərəcə ölçüsü neçə fərqli tam qiymət ala bilər? Üç bucaq müxtəlif tərəflidirsə, bütün bucaqlar iki bucaqlardır. İki bucaqlı üç bucaq. Demək, 90 dərəcədən kiçikdir bu bucaq. Təsəvvür edək ki, bu bucaq 89 dərəcədir və bucaqları bərabər olanda 60 dərəcə olmuş olacaq. Demək, 60-ın çıxsaq 29 fərqli qiymət ala bilər. Demək, A kub minus 1 bölünsün A kub ifadəsini açaq. Bu ifadənin açılışı kublar düsturundan A minus 1 bölünsün A vurulsun A kvadrat plus 1 bölünsün A vurulsun A plus 1 bölünsün A'nın kvadratı kimi açılacaqdır. Baxaq, əgər bu ifadəni kvadrata yüksəltsək A kvadrat çıx 2 plus 1 bölünsün A kvadratı bərabər 16 olacaq. A kvadrat 1 bölünsün A'nın kvadratı 18'ə bərabərdir. Aldığımız ifadələri burada qeyd edək. Bu verildiyinə görə 4'dür. Bu ifadəmiz isə 18 plus 1 19'a bərabərdir. Bizə 4 vur 19'u tapmaq lazımdır. 76 olacaqdır. Növbəti 12 və 27 ədədlərinin həndəsi ortasını tapın. 2 ədədin həndəsi ortası onların hasilinin kvadrat kökünə bərabərdir. Yəni 12 vur 27. Burada rahatlıqla kök çıxara bilərik. 3 vur 4, 3 vur 9, 3'lərdən 3, 4'dən 2, 9'dan 3. 18 olmuş olacaq. Növbəti sualımız kəskin vətərlər haqqında sualımız. 25-ci sual. Demək, AMD qövsü 82 dərəcədir. BNC qövsü 74 dərəcədir. Alfa bucağını axtarıq. Alfa bərabərdir. Daxildəki bucaq 82 plus 74 böl 2 olacaqdır. 156. 156 böl 2 bu da 78 dərəcədir. Alfa bucağı. Növbəti sualımız iki paralel düz xətt arasındakı bucaqlar tapılması. Əgər verilmiş təbədən 3-cü paralel düz xətti çəksək,
Daxili çarpaz bucaqlarla bura 3 alfa olacaq. Digər tərəfdən 8 alfa ilə daxili çarpaz bucaq bu bucaqdır. 8 alfa. Hamısını bir təpə üzərinə yığdıq. Tam bucaq əmələ gəldi. 7 alfa, 3 alfa və 8 alfa. 360 dərəcədir. 18 alfayı 360 alfa bərabərdir. 360 18-ə bölürük 20 dərəcə. Olacaq. Alfanın dərəcə ölçüsünü tapın deyil. 20 dərəcə. Növbəti sual. Duz və sudan ibarət olan 40 qram 30% məmur. Saf maddənin miqdarını tapsaq, demək 40 qramın 30%-i bu 4 vur 3, 12 qramdır. Duzun miqdarı 12 qramdır. Baxaq, 24%-ni məlum olmaq üçün. Deməli, 12 qram 24%-dirsə 100% nə qədər olacaqdır? Buradan x bərabərdir. 100 vur 12 böl 24. 50 qram olacaqdır. 50 qram. Bu hansı cavaba uyğundur? Yəni 40 qramımız var. 50 qram lazımdır bizə. 10 qram su əlavə edilmişdir. Bu A variantına uyğundur. 28 olsa, 28, 12 qram 100-ə 28-ə bölünməyəcək. Hələlik qalsın. 40 var. Deməli, 40% məhlul olacaqdır. Bizdə 12 qramdır. Əgər 40% məhlul alınırsa, miqdarını tapaq. 12 vur 100 bölünsün 40. Onda x neçə olacaqdır? 12 vur 100 bölünsün 40. Getdi 3, 30. 30 qram olacaq. 30 qram. 40 qram idi. Deməli, 10 qram su buxarlandırılır ki, 30 qram qalır. C variantı birinci bəndə uyğundur. Digər 44 və 48. Baxaq. 10 qram duz əlavə edilərsə, 10 qram duz əlavə edilərsə, bizdə 12 qram idi, 22 qram duz olmuş olacaq. Bu, baxa 48 qram. 48%-dirsə, 100% nə qədər olacaqdır? Deməli, 40 qram idi bütün cəmi məhlulumuz, 10 qram duz əlavə edilirsə 50 qramdır. Bu, deməli, 100 vur 22 böl 50 olacaqdır. 50 qram 100%, 22 qram x faizli. X bərabərdir 48 olacaqdır. Başa göründü. Bu da bizim Y variantımız oldu. D variantı 44'ü hesabladık. D variantı hər biri üçün ayrı hesablasaq. Belə. Birinciyə C, ikinciyə A, üçüncüyə isə D variantı uyğundur. Situasiya sualımız deməli, dairə şəklində yeni yaşayış kompleksi var və onun xaricinə çəkilmiş üçbucaq şəklində isə yolların inşaatı başlanır. Deməli, yaşayış kompleksidir və yaşayış kompleksi ətrafında yollar və yaşıllıq sahədən ibarət bir sahədir. Deməli, yaşayış kompleksi arasında qalan 16.200 metr kvadrat boş ərazinin 20%-nə gəzinti üçün şəkillər çəkmək, qalan hissəsinə isə ağac əkmək lazımdır. Bu ərazi üçbucağın daxilində və çevrənin xaricində olan ərazidir. Perimetri 900 metr olan üçbucağın tərəfləri
5, 12 ve 13 nisbətindedir. Baxaq bu vəziyyətə. Dairəvi şəkildə olan yaşayış kompleksinin radiusunun uzunluğu neçə olar? 5, 12 və 13 Pifaqor ədədləridir, bilirik. Perimetri 900-dürsə tapaq bu ədədləri. 5K, 12K, 13K. Cəmi 900 metr olacaqdır. Bu 30K'dır, 900 K bərabərdir 30. Demək 5 vurulsun 30, 150 metr. 12 vurulsun 30, bizdə 360 metr, 13 vurulsun 30, 390 metrdir. Düzbucaqlı üçbucaqda daxilə çəkilmiş çevrənin radiusu A plus B minus C bölünsün 2 düsturu ilə hesablanır. 150 plus 360 çıx 390 böl 2. 120 böl 2 R bərabərdir 60. R bərabərdir 60 olur. Demək, birinci sualımızın cevabı 60 metrdir. Növbəti üçbucağın perimetrinin 18'də 7 hissəsinin asfaltlanması bitmişdi. Üçbucağın perimetri 900 idi. 18'də 7 hissəsi asfaltlanmışdır. 20, 100 deməli 350 metr asfaltlanmışdır. Daha neçə metr asfaltlanmalıdır ki, yolun 75% asfaltlanmış olsun? 900 metr. 100% ise 75%'ini tapaq. X bərabər 75%'i 675 metr olacaq. 975'e. 75'i 9'a vurduq. Sıfırlar geçsin. 675. Bunun 350 metre asfaltlanmıştır. 650'den 675'ten 350 metre asfaltlanmış hissəni çıxsaq 325 metr daha asfaltlanmalıdır ki 75% olsun. Demək, ikinci sualımız 325. Növbəti hissə 32 kvadrat metrə bir ağac əkilməsi nəzərdə tutulmuşdur. Planlanmış ərazidə ağac əkmək neçə ağac dinci lazımdır? Deməli, həmin üçbucağın sahəsini tapaq. S üçbucaq, düzbucaqlı üçbucaq idi. 150 və 360'dan ibarət katetləri var idi. 54.000 metr kvadrat olacaq. Həmin üçbucağın daxilindəki dairənin sahəsi pi r kvadrat idi. Və radius 60, pi'ni 3 götürsək 10.800 olacaq. 60'ın kvadratı vurduq pi'yə. Deməli, çevrənin xaricində və üçbucağın daxilində olan ərazimiz 54.000 çıx 10.800 olacaqdır. Və alınmış ərazinin hər 32 kvadrat metrəsinə bir ağac düşür. Bərabərdir 1350 ağac olacaq. Belə. Bu da üçüncü situasiyanın cevabı. Çok sağ olun.